Maşınınızdan gələn səslərin səbəbini öyrənirik. İkinci hissə. Bu səs əyləc bəndlərindən gəlir və adətən bəndlərin aşınması, sürtünmə materialının nazilməsi, disklə bənd arasında toz və ya çirkin olması ya da bəndlərin keyfiyyətsiz materialdan hazırlanması səbəbindən yaranır. Bu isə şurusdan eşidilir və əsasən qoruyucu rezin örtüyün cırılması nəticəsində içindəki yağın axması səbəbindən yaranır. Eşitdiyiniz səs amortizator dayağından gəlir və adətən amortizatorun daxili hissələrinin aşınması, dayaq rezinlərinin və ya podşipnikinin sıradan çıxması, həmçinin yağ sızması nəticəsində amortizasiyanın zəifləməsi səbəbindən yaranır. Bu səs təkər podşipnikindən gəlir və adətən podşipnikin daxilindəki deyircəklərin və ya rulonların aşınması, yağlanmanın zəifləməsi və ya içinə su ya da toz düşməsi səbəbindən yaranır. Mən Asil Müf. Birlikdə hər gün öyrənək.